Hoş gördük aziz futbol heveskarları. Sizleri Asko Arena'dan salamlayırıq. Bugün burada Azerbaycan 1. Ligasının bağlanış oyunu baş tutacaq. Bu oyunu mənim təqdimatımda izləyəcəksiniz. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa. Dünən Zakatala Cəbrayil oyunu canlı yayımlandı. Bugün isə Səbail Mingəçevir görüşü ilə oyun davam. 1. Liganın sonuncu turunun bağlanış oyunu davam edirik. Görək Elvin Məmmədovun komandası Ramiz Məmmədovun komandasına qarşı oynayacaq. Görək Elvin Məmmədov 1. Ligada missiyasından qalib çıxa biləcəkmi? Komandanı Premier Ligaya yüksəldə biləcəkmi? Ramiz Məmmədov isə Şamaxı komandasında işləmişdi. Şamaxı komandasını Premier Ligaya yüksəldib. Amma indi isə Mingəçevir komandasına Premier Ligaya yüksəltməyə iddialı gəlib Mingəçevir komandasına və Ramiz Məmmədovla 1 illik rəsmi müqavilə imzalanıb. Mingəçevir komandası qələbə and içir və mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa.